Sabahınız xeyir olsun. Mən yenə öz səhər rutinimlə qayıtdım. Ailəni yedizdirdim. Saat indi 12 işləyir. Mən hələ ilk yeməyimi yeyirəm. 2 dənə yumurtadır və yenidən xlipsəyə keçdim. Çünki gördüm ki, qızlar yenidən yığmağa başladım. Yəni yeməyimə fikir eləmirəm, diqqət eləmirəm və bu mənim rejimimi pozur. Artıq yeni narahatçılıq hiss edirəm. Özüm biraz ağır hiss edirəm də. Yəqin 69-70 kiloya yenidən qayıtdım. Amma elə qorxulu deyil, çünki artıq bütün sirləri bilirəm. Arıqlamağın sirləri, yəni nə qədər az yeyirsən, nə qədər az kalori yeyirsən, çox hərəkət edirsən, o qədər də tez arıqlayırsan. Səhər heç ümumiyyətcə mənim iştahımda ucu olmur. Çünki ailə ilə biraz bu aralar çox yoruluram və yediyim tək belə şeylərdir. Axşam başlayır məndə. Bu da kıstati stikerlər almışdım, yapışdırdım belə dəftərimə, çox qəşəng görsənir. Dəftərimdə də bütün mənim planlarım var. 2025-ə aid idi. İndi isə burada şey qoyacağım, difiz qoyacağım, 2026 eləyəcəm. Çünki qabaqdan 2026 gəlir və yeni planlar quracağım. Gördüm, mən burada şey yiyirəm, qızlar. Xlipsi. Еще хочешь? Еще. Дать? Пендерная хлебцы. Ну вот görün necə yedi, elə bilir çipsikdir. Çipsiki? Чипсики. Это не чипсики, балам. Дать? Хорошо. Дай. Salam kanalımın əziz izləyiciləri. Səsimə görə üzr istəyirəm. Biraz xəstələnmişəm. Bəlkə siz heç fikir verməlisiniz, amma burun tərəfdən danışıram elə bir ki. Yenidən yeni vlog ilə sizin qarşınızdayım. Sizə xoş izləmələr. Evimizin yanında məntiq mağazası var. Hər dəfə nəsə ailen üçün maraqlı bir şey almaq istəyiriksə, ora gedirik. Təkcə oyuncaqlar yox, dəftər, kitablar var. Məktəb üçün nə lazımdırsa oradan tapa bilərsiniz. Keçən dəfə oradan pianin almışdım. Hələ də Alinka onunla oynayır. Reklam deyil, sadəcə istədim bu mağazanı sizlərlə də paylaşım. Bəlkə bir şey özləriniz üçün nəsə tapa bilərsiniz. Əslində bəzi mağazalar etiraz edir video çəkəndə. Bir çox yerləri gəzirəm, amma bəzidən xoşuna gəlmir kimsə nəsə çəkəndə. Yəni pulsuz reklamdır da, çəkirlər sizi. Bəlkə kimsə bəyəndi, gəldi, nəsə aldı. Bu kimi belə şeylər mənə çatmır. Sırf Bravoda çəkilişə də icazə yoxdur, amma mən yenə də çəkirəm. Çəkəndə də çalışıram ki, görməsinlər. Ku Electronics'də belə bir şey yaşanmışdım ki, video çəkəndə bir xanım satıcı yaxınlaşmışdı. Başladı soruşmağa ki, niyə çəkirsiniz? İcazə yoxdur. Mən də dedim ki, bəs vlog üçün çəkirəm ki, bəlkə kimsə faydalanıb gəlib almaq istəyər. Xanım da dedi ki, yox çəkməyin, bütün hər şeyi silin, müdiriyyətə gedib deyəcəm. Müdiriyyət icazə vermir çəkilişlərə. Səbəb də yəni bilinmədi. Niyə görə? Əslində bir çox blogerlərdə görürəm ki, Baku Electronics'ı həm reklam eləyir, həm Bravonu, amma başqa kənardan gələn insana deyirlər ki, çəkilişə icazə yoxdur. Belə situasiyalar mənə hələ də çatmır. Niyə belədir? Əslində heç bir məhsulu pisləmirəm. Əgər xoşuma gəlmirsə, sadəcə deyirəm ki, istifadə eləmirəm və salam. Ya mənə o məhsul fayda göstərmədi. Niyəsə bizim millət çəkilişlərə biraz qəribə baxır. Hardasa çəkiliş edirsənsə, mütləq sənə neçə dənə insan baxır, başlayırsan utanmağa. Normal danışa bilmirsən, ya satıcı gəzir sənin dalınca, başa düşürəm onun işidir. Amma insanlara imkan vermirlər ki, rahat mağazalarda hərəkət eləsinlər. Bu rəqəmlərdir ki, həm hərflər, maqnitdir, effektlidir. Çoxdan istirdim Trendyoldan sifariş verim, buradan tapdım. Həm qiyməti də ucuz idi. Aylin üçün belə balacalarından almışdım. Bilsəydim gərək yekəsindən götürərdim. Çox maraqla oynayır, götürüb yapışdırır, soyuducuya çıxardır oradan və mən onunla oynaya bilərəm rahat bu şeylərlə, maqnitlərlə. Alışverişdən gəldik. Gəlin sizə göstərim nələr almışam. Maraqlı bir məhsullar götürdüm. Hər birində qiymətini üzərinə vuracağım ekranın ki, sizə də rahat olsun görmək qiymətləri köhnə videodakı kimi. Və keçək, mən bunları raspakovka eləyim, sizə də göstərim. Azadan nə almışıq, Aras marketindən götürdük. Bir də girmişdik uşaq mağazasına. Orada da vlog çəkdim sizlər üçün. Bəlkə kimsə gəlib baxmaq istəyər oyuncaqlara. Belə, elə. Nəysə, davam edəyək. Mən də göstərim ki, nələr aldım. Bugün də nələr pişirəcəm. Bu yağı qızlar, bazilik qarışımıdır. Zeytun yağıdır Dante'nin. Əvvəl Azadan alırdım Dante'nin zeytun yağını. İndi bundan istədim götürüm salatlar üçün sırf. Baziliklə də maraqlıdır. Rahat marketə götürmüşəm, endirimdə idi. Sonra bunlar şarab, heç balıq üçün. Belə Herkules tapdım. 1 manat 50 qəpik ondan götürdüm. Sonra 2 manat
50 qəpik idi deyəsən. Belə paketik çayları tez götürürəm. Dedim belə yenə meyvəliyim. Bunu da yoxlayım. Yoldaşım çaxır götürüb, ağ çaxır və mən ədviyyatları bilirsiniz dəhşət sevirəm. Harda görürəm alıram. Belə oreganolu götürdüm. Bu səhv eləmirəmsə üyüdülmüş sarımsaqdır. Aha. Arxasında Azaya getsəz, burada belə başa düşülməyən yazılar olur. Olur ki, ingilis dilində, ingilis dilindəsində başa düşürəm, amma elə sözlər var ki, başa düşmürəm. Arxasında isə Azərbaycan dilində yazılır. Qiyməti də üzərində görürsüz. Belə qara istiot götürdüm, xoşuma gəlir. Ümumiyyətcə Azanın ədviyyatları çox qəşəndir. Oregano, biber, bir də sarımsaq üyüdülmüş. Sonra ekler götürdüm çayla içməyə. Belə mini eklerlərdir, təzə idilər. Götürdü yoldaşımla ki çay içək. Bir də qaynanam üçün mən 19-u ad günüsüdür tort hazırlayacağım. Belə savayardı götürdüm. Rus dilində damski palçiki deyirlər buna. Və salam, qalındakı göbələkdir. Yoldaşım üçün ətli belə balıq götürdüm. Rahat marketdə. Nədir bunun adı? Tilapia, file. Yəni nəyinsə dadı hek balığına oxşuyur. Filelərdir belə. Bunları qızardacağım axşama. Qaymaq götürdüm. Kərə yağı, yumurta. Bir də Blumun belə zibil üçün torbalarından götürdüm. 1 manat idi, 99 qəpik. Xalqa mənə lazım idi. O da 2.49 endirimdə. Sonra avokadodur, astara limonları, bir də mandarin. İndi Aylin üçün verəcəm. Həm Aylin üçündür şorba pişirməliyəm və bizə yemək. Gedim bunları isə yığışdırım. Bir də belə maraqlı dırnaqlar gördüm, götürdüm. Çox maraqlı gəldi mənə. Əslində dırnaq düzəltdirmirəm çoxdan, amma görün necə gözəl görsənir. Həm təbii görsənir. İçərisində deyəsən öz kleyi olmalıdır, səhv eləmirəmsə. Belə kley ilə yapışırlar. Amma başqa kley ilə də yapışdırmaq olar. Bir günlük məncə maraqlıdır. Belə bir şey götürmək həm də gözəldilər. Bu qədər bardak gözləyir məni. Gedim yığışdırım. Ayinka üçün sup edirəm qızlar. Deməli yağı belə qızardıram həmişə biraz köklə. Və məndə belə qarışım var. Qarışdırmışam. Pirlovkadır, yaşıl mərciməkdir, sadə sarı mərcimək, biraz şey də var burada, darı yarması. Belə qarışdırırsınız, biraz da noxudlardan qoymuşam. Belə bəbələrinizə olursa bunlardan qarışdırın, rahatlıqca şorbalara istifadə edin. Balığın buzu getdi. İndi götürüb onu qızardacağım. Heç nə vurmadım, nə un, nə bir şey. İndi tavaya biraz yağ tökdüm. Gedək bunları qızardaq. Mamam geri gəlmişdi bizə. Aylin üçün darıxır ancaq mənmana, mənim üçün yox. Mən də dedim balıq almışkən onu bişirim. Tilapia balığını file yəni. Yoldaşım da balıq istəmədi, dedi mənə ət bişir, steak. Düzdür, bütün ətlə işlərini özü gördü. Həm göbələk sousu da istəmişdi yanından. İstəmişdi yox, mən təklif elədim ki, belə bir sousla daha dadlı alınar. Düzdür, mənə dedi ki, mənə medium well bişir, mən isə medium rare bişirdim. Yəni biraz qanlı oldu. Steak xoşlayanlar məni başa düşər. Sizləriniz yazacaqsınız ki, yəqin o çiğ əti necə yeyir? Əslində çiğ deyil, hər steakin bişirmə dərəcəsi var və onu ancaq mətbəx üçün nəzərdə tutulmur, termometrlə baxmaq olur. Mənə çatanda isə mən bu ət yeməyi ümumiyyətcə başa düşmürəm. Hamilə olanda belə çox iyrənmişdim. Bilmirəm, bəlkə səbəbi Aylində ət xoşlamır, bəlkə ona görə. Çox nadir hallarda kabab yeyə bilərəm. Bu da mədəmlə bəzi problemlər olduğuna görə çox yağlı belə yeməklər yeyə bilmirəm. Bu dəqiqə 38 dərəcə qızdırma ilə ölürəm, amma sizləri unutmuram, vlogu səsləndirirəm. Ona görə like'larınızı əsirgəməyin, abunə olun. Daha da maraqlı çox vloqlar olacaq kanalımda. Balığın yanına da belə bir salat elədim. Pomidor, xiyar, soğan, kağı, bir də
avokado. Turşu biberlərimi də çıxartdım ki, hamı dadına baxsın. Balığın yanına məncə belə salatlar daha çox sevilir. Çünki rahat, yüngül salatdır. Burada da istədiyiniz göyərtidən istifadə edirsiniz. Zeytun yağı və limon soku. Bir neçə xanım mənə yazmışdı ki, sual-cavab vloqunu hazır eləyin, amma siz mənə sual vermirsiniz. Yəni mən istəmirəm ki, öz başımdan özümə sual yaradım və cavab verim vloqda. Belə düzgün olmaz. Ona görə xanımlar, zəhmət olmasa, hər hansı bir sualınız varsa, yaranırsa, bu vloqun altında yazın. Gələn vloq isə biraz uzun olacaq. Mən rahat belə suallarınıza cavab verə bilərəm. Həm sizin rəylərinizi yapışdıracağam videonun üstünə. Öz adınızı mənim vloqumda görəcəksiniz. Həm maraqlı olar sizə də, mənə də olar maraqlı. Sizin doğrudan da belə əgər hansı bir sualınız varsa, mən onu cavablandırım. Ona görə bu dəqiqə ən maraqlı suallarınızı yazın. Skrin eləyib yapışdıracağım vloqumun üzərinə və sizlərə bir-bir cavab verəcəm. Mən ümumiyyətcə uydurmuş hadisələri xoşlamıram danışmağa. Bir çox mövzu var ki, sizlərlə artıq danışmışıq. İstəmirəm yenə təkrar danışım. Necə var eləyəm. Yəni həyatımda olan hadisələrdən də danışa bilərəm sizə. Aylinkamın da ad günü yaxınlaşır. Bilmirəm, restoranda eləyək, yoxsa bizim bağda eləyək. Artıq dekabr yaxınlaşır və məni fikir aparıb. Yoldaşımın, qaynatamın, Alinin ad günüsüdür. Özü də dalbadal. Plus qardaşımın da ad günüsü eyni dekabra düşür. Plus da ki, yeni il gəlir. Adam bilmir hansı işi görsün, nə üçün alsın, yeni ilə dekor alsın, yoxsa qızıma gedim paltar sifariş edeyim. Həm kiçik fotosessiya eləmək istirdim, həm dekor sifariş eləmək istirdim. Bir səhifə tapmışam. Ailənin adı ilə, şariklərlə çox maraqlıdır. Adam bilmir ki, büdcəsini hara yatırım eləsin, ad günəmi, yeni iləmi bilmirsən. Yeni ili bilirəm ki, 99% qaynanamgildə keçirdəcək. Çünki yoldaşım çox təəssüflər olsun ki, işdə olacaq. Mən də fikirləşirəm ki, rahat olduğum bir yer ola bilər. O da ki, qaynanamgildə. Çünki anamgilin, nənəmgildə olacaq. Atam isə yəni ayrı yaşayır. Ona görə ayrı qeyd eləyəcək. Evdə tək qalmaq da istəmirəm. Bilirəm ki, çox darıxacam və biraz pis olacam ki, tək qeyd edirik. Bravoya gəldik, çatdıq. Hansı Bravoda da deyəcəm. Koroğlu'da yerləşən Hiper Bravo. Ora getmişdik yoldaşımla. Çox şey almadım. Əslində yeni il dekoru dəhşət çox sayda idi. Amma mən istəmədim nəsə götürüm. Əslində ürəyimə yatan bir çox şey görmədim orada. Bəlkə siz nəsə taparsınız orada, ürəyiniz can olsun, gelib götürəsiniz. Endirimlər də çox idi. Dəhşət qiymətlər bir-birinə girişmişdi. Yəni bir qiymət yazılır. Gedirsən kassada yoxlayırsan başqa qiymətdir. Belə qiymətləri hər bir məhsulun üzərində var. Görə bilərsiniz bütün qiymətləri. Sərçələrin səsi də bütün Bravoyu aparmışdı. Nə qədər orada sərçə var yuxarıda. Sizi burada baş-başa buraxıram. Siz videonu davam edin baxmağa.
gerekirsə çöldə raspakovka edeyim, unpacking. Çünki Aylinə verdikdən sonra əlindən ala bilməyəcəm. Barney götürdük onun üçün. Bir də belə maraqlı oyuncaq. Mənim kimi usta olacaq evdə. Mənim əşyalarıma toxunur deyə belə bir şey götürdüm. Qurtdalasın. Çünki mənim tenlərimi nə günə qoyub. Səhər yeməyi üçün labne pendiri. Balaca-balacadırlar belə. Yəni bir porsiyalıq. Bunu da yoldaşım götürüb Aylinka üçün. Bu sırf Aylinin paketi idi. Bu dəfə Bravo'ya getmişdik. Heç ürəyimizdə heç nə tutmurduq ki, nə alacağıq. Ayrı vaxt mağazaya gedəndə mən özümdən bir dənə dəftər aparıram ki, nə almalıyam. Elə rahat olur, çünki planlaşdırılmamış bir şeylər alırsan. Bu səfər alış-verişimiz elə oldu. Əslində mən özümə mascarpone axtarırdım, krem çizdi, tiramisu üçün. Qalan şeylərdə inanırsaq hələ belə aldıq. Bir dənə bu tort üçün qab bəyənmişdim. Tər də endirimdə idi, badam südü və kokos südü. Badam südünün dadını heç bəyənmədim. Yoldaşım özü üçün götürmüşdü. Çox belə iğrənc dadı var idi, amma kokos südünün dadı tam başqa idi, çox ləzzətli idi. Çəkiliş isə başqa gün oldu. Burada artıq hazırlıqlar eləyirdim. Qaynanamın ad günüsü üçün tiramisu tort. Malina almışdım 3.50-yə, bir də dondurulmuş çiyələk var idi məndə buzluqda. Resepti qızlar shorts videosunda daha aydın şəkildə gələcək. Öncədən deyim ki, tortu hamı yedi, bəyəndi. Sadəcə çox balaca alınmışdı. Yəni 4-5 nəfərlik belə deyək, yəni belə normal bir dilim kəsəndə. Bilmirdim ki, qaynanamın ad günüsə o qədər qonaq olacağıq. Yəni ümumi sayımız 13 nəfər idi. Dırnaqlar da belə görsənir. Amma çox gözəldilər. Əslində buranı biraz təmizləməliydim. Daha belə təbii görsənməliydim. Amma 1-2 günlük üçün taxmaq əla seçimdə, özdə 2 manat 50 qəpiyə. Yəni düzəltdiyim dırnaq 50-60 manat arası olsa da bu da pis deyil, yaxşıdır. İkinci əldə də belə görsənirlər. Burada biraz görsənir. Bəlkə biraz balacadır bu dırnaq mənə. Amma birisi də qəşəngdir. Dırnaqlarım səhərə kimi qalmadı. Çünki çox uzun dırnaq idi. Hər yerə yapışırdı. Əsəbləşirdim. Çıxartdım. Ümumiyyətcə evdə balaca uşaq olanlar məni başa düşə bilər. Həm hər gün yemək bişirən, yığışdıran, dırnaq gedir yapışır ora-bura. Mümkünsüzdür yəni. Bəli, düzdür. Uzun dırnaqlarım da var idi. Daha uzundu ondan. Amma elə qərara gəldim ki, lazım deyil belə dırnaq. Eləlik lazım deyil. Çünki evdə iş görürəm, ailə məşğulam və qaynanamı gəldik, təbrik elədik. Bu da mənim gözəl tortikim. Qaynanam üçün gedib güllər almışdıq. Bir də Aylinka şarik istəmişdi. Aylin üçün də şarik götürdük. Buna baxın, çiyələk. Ne gözəl görsənir. Aylinka, klubnika. Dərməsə yaxşıdır. Klubnika. Dərdi. Daxra kimi yetişməyib. Bu da nəsə maraqlı bir şeydir. Aylinin marağını çəkdi. Арбуз? Это не арбуз. Арбуз. Цветочек? Посмотри на цветочек твой. Идем. Qaynatamla yoldaşım getdilər marketə. Fikirləşdik ki, nə bişirək? Staliçna salat eləyəcəkdik, yəni paytaxt salatı. Evdə də mən belə bir paytaxt salat eləmişdim, amma rulet formasında idi. Onu da gətirdim özümlə. Belə gözəl onu dekor eləmişdim. İçərisində salat olivyedir. Yəni paytaxt salatımız. Sadəcə təqdimatı başqa idi. Həmin gün deyəsən çoxumuz buket almışdıq. Aylin üçün balaca buket bağlatdırmışdıq. Yoldaşım isə yekə buket qaynanama verdi və bu Aylinkanın şarikləridir. Belə şarlar da çox qalmır, bilirsiniz. Bir gün ya gecəyə kimi qalır. Qaynanamı da videoda görə bilərsiniz. Axırı ki çəkə bildim onları. Əslində yoldaşım, mən və Aylin oluruq çox kadrlarda. Bir də atam. Başqa ailə üzvlərimi isə çəkmirəm, çünki birdən narahatçılıq hiss edər və xoşuma gəlmir. Əgər razılıq yoxdursa, ümumiyyətcə bilirlər ki, mən YouTube vlog kanalı aparıram. Amma kimisə icazəsiz çəkmək heç xoşuma gəlmir. Mızı da gözəl belə bəzəmişdik. Yoldaşımla qaynatam kömək olmuşdu bizə. Düzdür, qab-qacaqlar başqa-başqa rəngdə idi. Gələn səfər fikirləşirəm ki, qaynanamız üçün gözəl bir hədiyyə eləyərik. O da eyni rəngdə olan belə qablar. Keçən badımcan ruletləri hazırlamışdım ləvəngi ilə, soyuq qəlyan altı kimi. Bir də çikmi ruli, Gürcü mətbəxindən.
qəşən. Ətləri, toyuq ətini götürüb qızardırsınız qəşən, sonra çıxardırsınız və qaymaqlı sous hazır edirsiniz. Sonra isə bu toyuq, bütün bu qaymaqlı sousu, gürcülərin ədviyyatı var, xmeri suneli, onlardan da istifadə eləmişdim. Çox ləzzətli alınmışdı. Əslində çox şey çəkə bilmədim, çünki başım çox qarışmışdı. Hər kəs yeməyimi çox bəyənmişdi. Kimi izlədinizsə, demək olar ki, vlog sona gəlib çatır. Sizləri çox sevirəm. Gələn vloqlarda görüşənədək hələlik.